Hər kəsə salam. Deyim 20 variant sınaq imtahanından 4-cü qrup sınaq nömrə 4-ün izahına baxarıq. Birinci sualda. X qara rəngli çöküntüdürsə, X2 müsbət hansı iyonlar ola bilər? Ümumiyyətlə kükürt burada gördüyümüz elementlərin hər biri ilə çöküntü əmələ gətirir. Amma qara rəngli deyirsə, artıq biz burada misi və qurğuşunu götürəcəyik. Yəni olur Y variantı. Çünki sin kükürdlə əmələ gətirdiyi çöküntü ağ rəngli olur, amma kadmiumla əmələ gətirdiyi çöküntü isə sarı rəngli olur. Ona görə cavab olur 1-4. Kükürd və xlor üçün ümumi olan nədir? Su ilə reaksiya daxil olur. Xeyr, su ilə xlor daxil olur, amma kükürd yox. Adi şəraitdə bərk haldadır. Kükürd bərkdir, xlor qazdır. Hidrogenlə reaksiyada oksidləşdiricidir. Hidrogen və kükürdün reaksiyasını yazsaq. H2 plus S. H2S. Kükürd sıfırdan -2-yə keçir. Yəni oksidləşmə dərəcəsi azalır. Demək olur oksidləşdirici. Xlor isə H2 plus xlor 2. Alınır H xlor. O da sıfırdan -1. Oksidləşmə dərəcəsi azalır, oksidləşdirici olur. Azotla reaksiyaya həm kükürt, həm də xlor daxil olmur. Yəni cavab olur Y variantı. Üçüncü sual. Kalsium və magneziumdan ibarət 20 qram qarışıqla 0,7 mol xlor 2 sərf olunmuşdur. İlkin qarışıqda kalsiumun kütlə payını tapın. Həm kalsium, həm magnezium xlorla reaksiya daxil olur. Buradan alınır kalsi xlorid. Burada isə magnezium xlorid. Əmsalı ehtiyac yoxdur. Bizim kalsium və magneziumdan ibarət 20 qram qarışığımız var. Biz bilmirik orada neçə mol kalsium, neçə mol magnezium var. Birinə X, birinə Y yazaq. Onda ilkin qarışığımızda 40X magnezium, daha doğrusu kalsium, 24X, Y isə magnezium var. Yəni hər birinin ayrını əmsalını vururuq. Eləyir 20 qram. Kalsium və magneziuma X, Y yazdığımız üçün avtomatik kalsium olan reaksiyada da digər maddələrin qarşısına X, magneziumun olduğu reaksiyada isə digərlərin qarşısına Y yazırıq. Burada görürük ki, neçə mol xlor sərf olunur. X plus Y. Bu da bərabərdir 0,7. Buradan tapsaq X bərabər olur 0,7 minus Y. X-in bu qiymətini gətirib yerinə yazırıq. 40 vurulsun 0,7 minus Y plus 24 Y bərabərdir 20. Buradan da Y bərabər olur 0,5. Onda X də bərabər olacaq 0,7-dən 0,5 çıxsa 0,2. Yəni ilkin qarışıqda 0,2 mol kalsium, 0,5 mol magnezium olur. İndi burada kalsiumun kütlə payını istəyir. İlkin qarışığımız 20 qram olur. Orada 0,2 vur 40. Yəni 8 qram kalsium var. 8 də 20-nin faiz edici üçün 100-ə də vururuq. 40 faizini təşkil edir. Sonra 4-cü sual. Xlor və yod. Adi şəraitdə tünd bənövşəyi rəngli bərk maddədir. Bu yoda aiddir. Oksigensiz duzların məhlullarının elektrolizindən almaq olar. Elektrolizdən bunlar hər ikisini oksigensiz duzlarının məhlulunun elektrolizindən ala bilərik. Su ilə reaksiyaya daxil olur. Su ilə reaksiyaya xlor daxil olur. Yod yox. Kalium bromla reaksiyaya daxil olunur. Ümumiyyətlə halogenlərin yerləşmə ardıcılığı bilir ki, flor, xlor, brom, yoddur. Hər yuxarıda yerləşən özündən sonrakini sıxışdırıb çıxardır. Burada kalium bromun üzərinə biz xlor gəlsək, xlor bromdan yuxarıda yerləşdiyinə onu çıxara bilir. Amma yod bromdan aşağıdadır. Aşağıda olanın yuxarıya gücü çatmır. Ona görə getməyən yodla olacaq. Cavab olacaq D variantı. Sonra 5. Hansı mərhələdə 3 mürəkkəb maddə alınır? Birincidə alınacaq kalium xlorid və oksigen. Sonra buradan alınan oksigen elektrolizi uğraya bilməz, amma kalium xloridin suda məhlulun elektrolizi baş verir ikinci mərhələdə. Buradan alınır kalium hidroksid H2 xlor 2. Sonra buradan alınan hansı maddə kalium OH-la reaksiya daxil olur? Xlorla. Yəni bizə lazımdır 3 mürəkkəb maddə alınan mərhələ. Burada 3 maddə alınıb, amma biri mürəkkəb, ikisi bəsitdir. 3-ü də mürəkkəb olmalıdır.
Alınan xlor kalium OH-la reaksiya daxil olur. Temperatur varsa buradan kalium xlor, kalium xlorat və su alınır. Görürsünüz, üçü də mürəkkəb maddədir. Sonra buradan alınan hansı maddə H xloruna reaksiya daxil olacaq? Kalium xlorat. Üzərinə H xlor gələndə alınır kalium xlorid. Yəni əslində burada ikinci mərhələdə su yazmadığı üçün bu yəni ərintin elektrolizi kimi gedəcək. Onda buradan kaliumdan xlor 2 alınır. Yenə alınan xlor kalium OH-la daxil oldu. Buradan 3 mürəkkəb maddə alındı. Buradan isə alınır kalium xlor, xlor və su. Amma burada görürük ki, alınan mürəkkəb maddə sayı 2-dir. Yəni burada əslində cavab olur yalnız 3. Belə bir variant da yoxdur. Amma reaksiyalar yazıb baxanda görürük ki, uyğun gəlmir 4-cü. Çünki burada 2 mürəkkəb, 1 bəsit maddə var. Yəni cavab yalnız 3 olmalıdır. Sonra 6. Kükürt, qatı nitrat turşusu, flor və kalsiumla reaksiyaları. Reaksiyadan alınan maddələrdə kükürdün oksijeşmə dərəcələrinin cəmini hesablayın. Demək, birinci reaksiyadan alınır H2SO4, NO2 və su. Buradan alınır S flor 6, buradan da kalsium S. Alınan maddələrdən burada kükürdün oksijeşmə dərəcəsi müsbət 6, burada müsbət 6, burada mənfi 2. Toplasaq 6 üstü 6, 12, 12-dən də ikisi də çıxanda edəcək 10, C variantı. 1, 2, 3 üçün uyğun olanları müəyyən edin. Suda yaxşı həll olur. Bunlardan suda yaxşı həll olan SO2 ilə SO3-dür. Molekulyar kristal qəfəslidir. Bunların, belə deyək də, hər üçü molekulyar kristal qəfəs əmələ gətirir. Ona görə bu üçünə də aid xüsusiyyətdir. Kalium OH-la reaksiyaya daxil olur. Kalium hidroksidlə də hər üçü reaksiyaya daxil olur. Oksigenlə reaksiya daxil olur. SO3 daxil olmur, amma S ilə SO2 daxil olur. 4-də bura uyğun olur. Ona görə cavab olur D variantı. 8. Manqan 4 oksid. H xloruna reaksiyaya daxil olur. Buradan alınır manqan xlorid, xlor və su. Əmsallaşdırsaq, bura 4, bura 2 atırıq. Demək, 200 qram 14,6% H xlor var. Biz tapaq görək bu 200-ün neçə qramı təmiz H xlordur. Çünki orada məhlul deyirsə su da var. Bu da 29,2. 29,2 qram H xlor var. Demək, 29,2 qram H xlor reaksiya daxil olanda X mol xlor çıxıb. Bəs 4 vur 36,5-dən nə qədər xlor alınır? 1 mol. Buradan da hesablasaq X bərabər olur 0,2. C variantı. 9. Reaksiya üçün hansı ifadə doğrudur? Buradan alınır S və H2O. Hidrogen sulfid reduksiya olunur. Demək, burada kükürt bir dəfə müsbət 4-dən, bir dəfə də mənfi 2-dən 0-a keçib. Yəni, mənfi 2-dən 0-a keçibsə, oksijeşmə dərəcəsi azalıb, oksidləşdiricidir və daha doğrusu mənfi 2-dən 0-a artıbdır. Artıbsa, reduksiya edicidir, oksidləşir. Ona görə bu səhvdir. 2 mürəkkəb maddə alınır, xeyr, bir bəsit bir mürəkkəb maddə alınır. X və Y xlorla reaksiya daxil olur. Bəli, həm kükürt, həm də su xlorla reaksiyaya daxil olur. Disproporsiya reaksiyasıdır. Əgər eyni bir element 2 müxtəlif oksijeşmə dərəcəsindən bir oksijeşmə dərəcəsinə keçibsə, bu kommutasiya olacaq. Kükürt dioksid oksidləşir. Kükürt dioksid müsbət 4-dən 0-a keçib, oksijeşmə dərəcəsi azalıb, oksidləşdiricidir, reduksiya olunur. Ona görə cavab olur C variantı. Halogenlər həm oksijeşdirici, həm reduksiyacı xassiyə göstərir. Hidrogenlər reaksiyanın sürəti belə olarsa, hansı reaksiyalar doğrudur? Demək, ümumiyyətlə, halogenlərdə yuxarıdan aşağıya doğru getdikcə hidrogenlər reaksiyanın sürəti get-gedə azalır. Bizdən də deyil ki, həm oksidləşdirici, həm reduksiyacı xassiyə göstərir halogenlər. Onda burada flordan başqa digər halogenlər nəzərdə tutulur. Çünki flor yalnız oksidləşdiricidir. Yəni, xlor, brom, yodu yazırıq. Ən çox sürət olacaq xlorda. Yəni, V3. V3 də nədir? Z-dir. Bu Z-dir.
Sonra V1-də, V1 nədir? X. Sonra isə V2. Yəni ən az yodda olur. Get-gedə sürət azalır. İndi doğruları seçirik. Y su ilə, ümumiyyətlə Y burada yoddur. Yod su ilə reaksiya daxil olunur. X2 natrium Y çıxara bilir. Demək, halogenlərdə yuxarıda yerləşən özündən sonrakini duzundan çıxara bilir. Burada da X, Y-dən yuxarıdadır. Onu çıxara bilir. 2-ni götürür. Sonra Z X-dən yuxarıdadır. Demək, onu çıxara bilər. Amma X Z-dən aşağıdadır. Yəni aşağıda olandan yuxarıya gücü çatmır onu çıxartmağa. Ona görə onda olur B variantı. Sonra 11. Kalium perxlorat. Kalium perxlorat, kalium xlor O4. Kalium hipoxlorit isə kalium xlor O olur. İndi biz burada kalium perxloratın nisbi molekul kütləsi A-dırsa, görürük ki, bunlar bir-birindən oksigenlərin sayına görə fərqlənir. Yəni, bunda 4 oksigen var, bunda 1, yəni 3 oksigen qədər fərqlənir. Yəni ki, B, A-dan 3 oksigenin də kütləsi 48 qramdır. B-ni biz A-dan 48 çıxmaqla tapa bilərik. 11-də olur C variantı. Sonra 12. Tərkibində X qram SiO4 və Y qram mis2 sulfat olan məhlullar üzərinə artıq miqdar natrium 2S məhlulu əlavə etdikdə 0,3 mol ağ, 0,2 mol qara çöküntü alınmışsa XY hesablayın. Demək, həm sink, həm də ki mis kükürdlə çöküntü əmələ gətirir. Natrium sulfid gələndə. Buradan alınacaq sink S və natrium sulfat. Əmsala ehtiyac yoxdur. Buradan mis SO4 plus natrium 2S. Mis S, natrium sulfat. Demək, bu X qram olanda nə qədər, neçə mol çöküntü alınıb? Sink S ağ çöküntüdür, mis S isə qaradır. 0,3 mol. 1 mol çöküntü alanda sink SO4-ün emir 161'dir. Buradan da 161'i 0,3'e vursaq, edəcək 48,3. İndi Y hesablayaq. Y qram mis2 sulfat reaksiya daxil olduqda 0,2 mol qara çöküntü alınıb. 1 olanda isə mis sulfatında kütləsi 160. 160'ı da 0,2'ye vursaq, edəcək Y-də 32. Yəni 12'də cavab olur A variantı. Demək, 13-cü sualdır. Bu reaksiya üçün hansı ifadə doğru deyil? Buradan alınacaq SO2 və H2O. İki müxtəlif oksid alınır. Bəli, bu düzdür. Yəni, su da bir oksiddir. Bir kükürt atomu 4 elektron verir. Kükürt 0-dan müsbət 4'ə gəlibdir. Və bəli, 4 elektron verib. Bu düzdür. Disproporsiya reaksiyasıdır. Bir dəfə kükürt 0-dan müsbət 4'ə gəlib, bir dəfə isə müsbət 6-dan müsbət 4'ə gəlib. Yəni, əgər eyni bir element atomu iki müxtəlif oksidaşma dərəcəsindən bir oksidaşma dərəcəsinə keçirsə, bu kommutasiya olur. Yəni, yanlış olan olacaq C variantı. 14. X, Y, Z və T halogenlərindən Z-in radiusu Y-dən böyük, X-dən kiçikdir. T2 isə ən asan elektron alır. Demək, ən asan elektron alan T-dirsə, demək o ən qüvvətli oksidləşdiricidir, yəni fluordur. Birinci yerdə dayanır. Yuxarıdan aşağı radius get-gedə artır. Z-in radiusu Y-dən böyükdürsə, onda Y buradadır, amma X-dən kiçiksə, demək X də buradadır. Yəni, ən böyük radius X-də olur. Hansı halogenlər qaz halındadır? Flor, xlor, brom, yod. Biz də bilirik ki, florla xlor, yəni T ilə Y qazdır, brom maye, yod isə bərkdir. Ona görə cavab olacaq 14'də Y variantı. 15. 31,2 qram 1 valentli metalın hidrogenlə reaksiyası. Metal 1 valentlidir və hidrogenlə reaksiya daxil olunur. Alınır metal H. Əmsallaşdırsaq, bura 2, burada 2. Demək, 31,2 qram metaldan nə qədər hidrid alınıb? 32 qram. Metalın kütləsini bilmirəm. X yazıram, əmsalına da vururam 2x. Bu isə 2 vurulsun metalın kütləsi X plus 1.
İndi buradan hesablayıb x-i tapaq. Demək, bu hissə eləyir, vurub açsaq. 2x plus 2. 31 onda 2-ni vururuq 2x plus 2-yə. Bərabər olur. 32 vurulsun 2x. X də bərabər olur 39. Yəni B variantı. 16. Turşular verilib. Xlorat, H-xlor O3. Xlorid, H-xlor O2. Perxlorat, H-xlor O4. Oksijenləşmə dərəcələrini tapsaq. Oksigen -2, hidrogen -1, xlora x yazırıq. 1 plus x minus 6 bərabərdir 0. X bərabər olur -5'ə. Burada oldu -5. Burada da yine hidrogene -1, xlora oksigeni -2, xlora x. 1 plus x minus 4. Yəni hər birinin oksijenləşmə dərəcəsini vururuq indeksinə, toplayıb cəmi 0'a bərabər edirik. X də bərabər olur -3'ə. Sonra qaldı perxlorat. Hidrogene yenə -1, xlora x, oksigeni -2. 1 plus x minus 8 bərabərdir 0. X də bərabər olur 7'ye. Burada da olacaq 5, 3, -7, Y variantı. 17. Reaksiya daxil olan maddələr H-flor plus silisium O2 alınır. Silisium flor 4 və H2O. Əmsallaşdırsaq. Bura 4, burada 2 atırıq, düzəlir. Götürülən H-florun kütləsi M, silisium O2 isə M-5'dir. İndi reaksiyadan alınan suyun kütləsini istəyir. H-florun M-eri 20, 4'ə də vururuq 80. Silisium O2 isə 28 üzərinə 32 gəlsək 60'dır. 60 M bərabərdir 80 M minus 400. 400 də 20'yə bölsək M bərabər olur 20'yə. Bunu tapdıq. İndi bizdən alınan suyun kütləsini istəyir. Yerinə yazaq. M-in yerinə 20 yazaq. Ona əsasən alınan suyun kütləsini hesablayaq. 20 qram H-flor reaksiya daxil olduqda nə qədər su alınır? X. 4 vur 20. Yəni 80 qram H-flordan isə 2 vur 18. Yəni əmsalına da vurmalıyıq. Burada 4 dəfə az edəcək. Burada 18'i 2'ye vururuq daha doğrusu. 36. Yəni M-eri 18'dir. Əmsalına da vururuq 2. 36. 36'dan da 4 dəfə az eləyir 9. D variantı. Sonra 18. Demək, kükürt 6 elektron verib. Burada -2'dir. Əgər bu 6 elektron yəni keçibdir müsbət 4'ə. Onda Y elə maddə olmalıdır ki, orada kükürdün oksijenləşmə dərəcəsi müsbət 4 olsun. Bu da uyğun gəlir burada. X minus 4 bərabərdir 0. X bərabər olur müsbət 4'ə. Burada kükürd müsbət 6'dır. Burada 0'dır. Yəni bizə söhbət kükürddən gedirsə, kükürd verib, elektron verib özünə, tərkibində özünün olduğu bir maddəyə çevrilər. Ona görə hidrogen və suya heç baxmaq. Cavab olur A variantı. Sonra 19. H-xlor ON birləşməsində. H-xlor ON. Xlorun kütlə payı xlorun digər oksigenli turşularından ən azdırsa, turşu molekulunda pir abidələrin sayını müəyyən edin. Demək, xlorun kütlə payı ən azdırsa, demək xlor burada onun kütlə payını tapanda daha böyük bir rəqəmə bölünüb ki, az qiymət alınıb. Ona görə xlorun ən böyük oksigenli turşusu olan H-xlor O4 nəzərdə tutulur. Burada pir abidələrin sayını tapmaq üçün quruluşunu çəkək. Bir dənə hidrogen var, onu oksigen birləşdirdik, bir dənə də xlor. Oksigen qaldı 3 dənə. Burada quruluşu ilə düzəldirik ki, hər bir element valentliyini ödəsin. Hidrogendən bir xətt çıxır, həqiqətən də hidrogen bir valentlidir. Oksigen 2 valent olmalıdır, yəni ondan 2 xətt çıxır. Xlor 7 valentdir. 1, 2, 3, 4, 5, 6, 7. Bunda valent ödəndi. Oksigenlərin də hər biri 2 valentlidir. Hərəsindən görürük ki, 2 dənə xətt çıxıb. İndi pir abidələr tək qatlar sigmadır. 2 qatın biri sigma, biri pi, biri sigma, biri pi, biri sigma, biri pi. Yəni cəmi 3 dənə pir abidə olur. 19'da olur C variantı. 20. Demək, metal
lityum və kalium verilmişdir. 1 molun tam yanmasına sərf olunan oksigenin miqdarı. Kalium oksigenlə reaksiyaya daxil olanda kalium O2 əmələ gətirir. Lityum isə oksigenlə reaksiyaya daxil olanda lityum oksid, lityum 2O alınır. İndi əmsallaşdırsaq, burada əmsala ehtiyac yoxdur. Burada isə bura 2 atsaq, burada 4 düzəldir. İndi kaliumun 1 molunun yanmasına sərf olunan oksigen miqdarı nə qədərdir? Elə 1 moldur. Lityumun 4 molundan 1 mol oksigen isə 1-nə nə qədər olar? X. Buradan da X bərabər olacaq 0,25-ə. Demək, lityum üçün olanı Y-lə işarə edib. Gəlin biz də Y yazaq. Demək, biz X-i tapdıq 1, Y-i tapdıq 0,25. Yəni, bu nə deməkdir? İndi biz asıllıq qurmalıyıq. Yəni, X nəyə bərabərdir? Mən Y-i 0,25-i 4-ə vursam, 1-i ala bilərəm. Yəni, X bərabərdir 4, Y. Həqiqətən də 4, Y neçədir? 0,25. Buranda 1 alıram və X də 1 idi. Ona görə cavab olur C variantı. Sonra 21. Sulfat, perxlorat və xlorid turşu molekullarında pirabitələrin sayı. Sulfat H2SO4. Quruluşunu çəksək 2 hidrogen. Hər hidrogeni bir oksigen birləşdiririk. Kükürt bir dənədir. Bu oksigenləri ümumi bir kükürdə birləşək. Oksigenin ikisi getdi, qaldı ikisi. Onları da yazdıq. Pirabitələr yalnız 2 qat və 3 qat olan hissədə biz piləri axtarırıq. Onun da biri sigma, biri pi olur. Yəni burada 2 dənə pirabitə var. Sonra perxlorat. H-xlor-O4. Hidrogen bir dənədir. O hidrogen oksigen birləşdirdik. Bir dənə də xlor. Qaldı bizim 3 oksigenimiz. Onları da hər birini 2 qatla birləşdiririk xlora. Yəni 2 qat olan hissədə piləri var. 2 qatın bir dənəsi pi olur. 3 qatın isə ikisi pi olur. Burada da oldu 3 pi. Bir də qaldı xlorid turşusu. Xlorid turşusu H-xlordur və biz H-xloru bu formada yazırıq və burada pirabitə yoxdur. Yəni 0 olacaq. 2, 3, 0 olur C variantı 21-də. 22. Hansı maddə kalsium, oksigen və xlorla reaksiya daxil olur? Azot kalsiumla daxil olur. Oksigenlə daxil olur, amma xlorla daxil olmur. Karbon bunlardan xlorla daxil olmur. Su oksigenlə daxil olmur. Karbon qazı kalsiumla olur. Oksigenlə, xlorla da olmur. Hidrogen kalsiumla da daxil olur. Kalsium hidrid əmələ gətirir. Hidrogen oksigenlə su əmələ gətirir. Xlorla da H-xlor əmələ gətirir. Olur Y variantı. Sonra 23. 0,6 mol xlor isti kalium hidroksid məhlulu ilə reaksiya daxil olur. Əgər temperatur varsa, buradan alınır kalium xlorid, sonra kalium xlorat, bir də su. Amma əgər temperatur olmasa, burada bu üçü silirik. Kalium xlorla kalium hipoxlorid alınır. Amma indi temperatur varsa, xlorat alınır. Sonra əmsallaşdıraq. Bura 3, bura 6, bura 5. Burada 3 atsaq düzəlir. İndi 0,6 mol xlor. İsti 240 qram X faizli. Biz tapaq görək bu 240-ın neçə qramı kalium hidroksiddir. Çünki məhlul deyirsə orada su da var. Ona görə 240-ın X faizini tapırıq. Bu da eləyir 2,4X. Yerinə yazıram. 2,4X kalium hidroksid daxil olanda 0,6 mol xlor sərf olunubdur. Tənasübü aşağıdan quraq. 2,4X kalium OH 0,6 xlor sərf olunur. Aşağıda özlərinin emirlərini yazıram. Xloru moluna dediyi üçün molunu yazıram. 3 mol. Kalium hidroksiddə əmsalı 6-dır, emiri də 56. Buradan da X bərabər olur 28. Sonra 24. Piritin tam termik parçalanmasından alınan kükürdün yanmasına neçə litr hava sərf olunur? Pirit ferium S2. Onun yanmasından alınacaq kükürd bərabərləşdirmək üçün buraya 2 atıram. 1,5 mol piritin tam termik parçalanmasından
Neçə mol kükürt alınır? X, amma birindən 2. Buradan da x bərabər olur 3-ə. Sonra bu kükürt yandırılır. Yəni üzərinə oksigen gəlir, alınır SO2. Demək, burada əslində piritin parçalanması deyil. Mən bunu yanma olaraq düşünmüşdüm. Ona görə parçalanma deyirsə, reaksiyanın təni artıq belə yazmalıyıq. Alınır buradan ferium S və S. İndi 1,5 mol piritdən neçə mol kükürt alınır? X, birindən 1. X olur 1,5. İndi 1,5 mol kükürt alınıbsa, bu kükürt 1,5 mol kükürdə neçə litr oksigen sərf olunur? Çünki normal şərait sözü var. X birinə 22,4. Buradan da 22,4'ü 1,5 alırsaq eləyir 33,6 litr oksigen. İndi bizə deyir ki, neçə litr hava sərf olunur? Əgər 33,6 litr və havada da oksigenin həcmi payı 21%-dir. 21% isə bəs 100% nə qədərdir? Onda x-ə bərabər olur 160-a. 25. Kükürt hansı maddələrlə reaksiyada reduksiya olunur? Reduksiya olunur, yəni oksidləşdiricidir. Hidrogen plus S alınır H2S. Kükürt sıfırdan -2'ye keçdi. Oksidaşma dərəcəsi azaldı, yəni oksidləşdiricidir. Buna görə 1 uyğun gəlir. Sonra S plus O2, SO2. Kükürt sıfırdan -4'e keçdi. Oksidaşma dərəcəsi artdısa olur reduksiya edici, yəni oksidləşir. Bu olur. Sonra S plus xlor 2. Alınır S xlor 2. S2 xlor 2 alınır əslində. Əgər biz bu reaksiyanı davam etdirib bunun üzərinə təkrar xlor gəlsək, S xlor 2 alınır. İndi biz birinci yazdığımız formada baxsaq əgər, onda kükürt olur burada müsbət 1. Xlor -1-dirsə, -2'ni 2'ye böləndə -1 sağ tərəfə keçir, olur müsbət 1. Kükürt də burada 0'dır. 0'dan müsbət 1'ə oksidaşma dərəcəsi artdı. Artdısa reduksiya edicidir, oksidləşir. Bu da uyğun gəlmir. Kalsium kükürtlə. Kalsium S. Kükürt 0'dan -2'ye oksidaşma dərəcəsi azaldı, yəni oksidləşdiricidir, reduksiya olunur, olur 1,4. Sonra 26. Reaksiyadan alınan ozon 400 qram 8,3% kalium yodid məhlulu ilə tam reaksiya daxil olur. Oksigenin 5% ozona çevrilmişsə, X-i hesablayın. Demək, ozonator cihazından oksigen keçirilir, alınır ozon. X mol oksigen daxil olur, amma onun 5%i ozona çevrilib. Yəni X-in 5%i sərf olunur. Bu da 0,5x edir. 0,5x oksigenden nə qədər ozon alınır bilmirik. Nü yazaq. 3'ündən də 2. Buradan da hesablayanda nü olur 0,1x böl 3. Bunu belə saxlayırıq. Sonra indi gedirik. Deyir ki, alınan ozon kalium yodidlə reaksiya daxil olur. Bu da reaksiyanın əvvəlində su da var. Alınır kalium OH, yod və oksigen. Yod və oksigen. İndi əmsallaşdırsaq. Bura 2. Burada 2 yazsaq düzəlir. İndi yerinə qoyuruq. Deyir ki 400 qram 8,3% kalium yodid var. Şimdi bu 400'ün 8,3'ü kalium yodiddir. Bu deyir 33,2. Demək 33,2 qram kalium yodid neçə mol ozonla reaksiya daxil olub? 0,1x böl 3. Tənliyə əsasən yerinə yazırıq. Kalium yodidin emeri 166'da əmsalını 2'ye də vurur, idi 332. Bu qədər kalium yodid neçə mol ozonla reaksiya daxil olur? 1. Buradan da x bərabər olacaq. Demək 0,1x böl 3 bərabərdir 0,1'ə. X də bərabər olacaq 3'ə. Sonra 27.
Uyğunluğu müəyyən edin. Oksigenlə reaksiya daxil olur, hidrogenlə qarşılıqlı təsirdə olmur. Bunlardan azot oksigenlə də, hidrogenlə də reaksiyaya daxil olur. Alüminium oksigenlə daxil olur, amma hidrogenlə olmur. Sonra karbon. Karbon da həm oksigenlə, həm də hidrogenlə reaksiya daxil olur. Xlor. Xlor oksigenlə daxil olmur, amma hidrogenlə daxil olur. Fosfor da oksigenlə daxil olur, amma hidrogenlə olmur. BY-DAC. İndi situasiya sualları. İsti kalium hidroksid məhluluna sarımtıl yaşıl rəngli X2 qazını buraxdıqda Y oksigenli duz alınır. Y duzunun manqan O2 iştirakında termik parçalanmasından isə rəngsiz, iysiz Z qazı alınır. Demək, burada söhbət gedir. Sarımtıl yaşıl rəngli X qazı deyirsə, söhbət xlordan gedir. Demək, biz birinci reaksiyanı yazırıq. Kalium OH xlorla reaksiyaya daxil olur. Əgər isti deyirsə, bu temperatur deməkdir. Alınır buradan kalium xlorid, kalium xlorat, bir də su. Bu olur birinci reaksiya. Bunu əmsallaşdıraq həmçinin. Əmsallaşdırsaq, bura gələcək 3, bura 6, 5, bu da 3. İndi ikinci reaksiyada isə deyir ki, Y oksigenli duzu alınır. Alınan duzların içərisinə baxsaq, bu oksigensizdir, amma bu oksigenlidir. Yəni Y budur. Bu alınan Y manqan O2 iştirakında, yəni katalizator olan manqan O2 iştirakında parçalanır, alınır kalium xlorid və oksigen. Bunu da əmsallaşdırsaq, bura 2, 2, 3. Bu da oldu ikinci reaksiya. Və buradan da deyir ki, rəngsiz, iysiz Z qazı alınır. Alınan qaz oksigendir və o da rəngsiz, iysizdir. Reaksiyaları tapdıq. İndi suallara baxaq. 28-də. X2 və Z2-nin formulu. Demək, sarımtıl yaşıl rəngli X2 qazı deyirdi. X2 olur xlor. Yəni, xlor 2 şəklində olacaq. Z isə oksigen olacaq. O2. Sonra 29. Birinci reaksiya tənliyini yazıb əmsallaşdırın. Birinci reaksiya tənliyi burada, onu yazıb əmsallaşdırmışıq. Bunun 29-un cavabı. Sonra 30. İkinci reaksiyanın tənliyini yazın. İkinci reaksiyanın tənliyini biz yazmışdıq yuxarıda. Burada təkrar yazalım. Kalium xloratdan alınır. Kalium xlorid və oksigen. Deyir ki, bu reaksiyanın qrafikinə əsasən N1 plus N2 2 olarsa N1-i hesablayın. Demək, bu alınan maddələrin mol sayılarının zamandan asılılıdır. Aşağı düşən sərf olunandır, yəni Y-i göstərir, kalium xlorat. Alınanların içərisində reaksiyada baxsaq, molu çox olan necədir? Oksigendir, 3-dür, yəni N2 oksigenə aiddir. Bu isə kalium xloridə aiddir. İndi, Y M1-dən başlayıb tam sərf olunub. Bu zaman görək nə qədər N2 alınıb, yəni oksigen alınıb. İkisindən əgər 3 alınırsa, N2 nəyə bərabər olacaq? 3 N1 böl 2, yəni 1/5 N1. Bizə də deyir ki, N1 plus N2 bərabərdir 2. Yerinə yazıram N1 üstə gəl, N2-nin yerinə yazıram 1/5 N1. Bərabərdir 2. 2-ni də bölərlər 2/5-ə. N1 bərabər olur 0/8. Bizdən də N1-i istəyirdi. O da olur 0/8.